Şəmkirin Sarıtəpə və Düyərli kəndlərinin peykdən görüntüsünü göstərəcəm. Kəndlər o qədər səliqə ilə salınıb ki, həqiqətən çox səliqə və sıxlıq peykdən baxarkən möhtəşəm bir proyektdir. Adətən belə interyeri, belə dizaynlı şəhər salma və kənd salmaları biz Qarabağda yeni salınan kəndlərdə və şəhərlərdə görürük. Şəmkirdə qarşıma çıxdı. Mən bunu birəbir Şəmkirin özündə də görmüşəm. Yəni tək peyk vasitəsilə deyil, elə şəhərdə gəzərkən, tək şəhərdə yox, adicə bir kəndi var idi. Dəllər Cəyir qəsəbə idi, ya kənd idi. O qədər səliqəli idi ki, evlər səliqə ilə tikilmişdi bir-birinin yanında. Küçələr tərtəmiz idi. Heç bir zibil yox idi. Yəni bunu insanlar belə saxlayır. Təşəkkürlər. Hər videoda, hər paylaşımda, hər bir xəbərdə insanlara təbliğ elədiyim şey budur. Səliqəli saxlayaq. Öz qapımızın, həyətimizin kənarını, həndəvərini necə təmiz saxlayırıqsa, zibilimizi necə qaba töküb aparıb zibil maşınlarına təhvil veririksə, bax bu ortalıqda ümumi sərvətimiz hesab olunan vətənimizin hər bir qarşında getdiyimiz istirahət zonalarını da təmizləyək, qoruyaq, əlimizdə gələn zibil əşyaları atmayaq hara gəldi. Yəni hamımız bax belə bir təşəbbüs irəli sürsək, inanın Azərbaycanımız o qədər gözəlləşər, o qədər təmiz qalar ki. Yəni dediyim kimi sadəcə kəndi sizə misal göstərdim, Şəmkirin Dəllərcəyir kəndini. Orada yəni zibil yox idi. Hər kəs zibilini zibil maşınına yəqin ki verirdi, ya evlərində zibil qabı olurdu. Hara gəldi küçənin ortasına zibil atmırdılar yəqin ki. Bax elə paylaşdığımız istirahət zonalarında gedib kənarını, yan yörəsini belə zibilləyirsiniz. Belə insanların sayı çox olmalıdır. Bax bunları çəkib paylaşırıq ki, qətiyyən tərifləmirik ya, bölgələrə ayırmırıq. Sadəcə çəkib paylaşıb göstərməyə çalışırıq ki, yəni nümunə olsun ki, insanlar necə saxlayırlar balaca bir kəndi, böyük kənd əslində Dəllərcəyir. Gələcəm Şəmkirə, indi burada görüntülər yoxdur. Qışda mən getmişdim, möhtəşəm idi. Yəni belə qaldım ki, necə səliqə ilə, yəni peykdən deyildi, yəni birəbir şəhərin kəndin özündə gəzirdim və o qədər xoşuma gəldi ki, bunu çəkib paylaşmışdım ki, insanlar necə səliqəli evlərini tikirlər, küçələri abadlaşdırırlar və səliqəli saxlayırlar. Gələcəm tezliklə Şəmkirə və bu barədə yaxından paylaşım eləyəcəm.